Avropa Parlamentində Gürcüstanla bağlı hesabatın səsverməsi keçiriləcək. Hesabatı Avroparlamentari Rasa Yukneviç yeni təqdim edib. Sənəddə edilən düzəlişlərdən birinə əsasən, bəzi Avroparlamentarilər Gürcüstanın 3 televiziya kanalına, İMEDI TV, Post TV və Rustavi Oriya qarşı sanksiyaların tətbiqini tələb edirlər. Hesabatda Gürcü Arzusu Partiyası Avropa kursundan uzaqlaşmaqda ittiham olunur və partiya nümayəndələrinə qarşı fərdi sanksiyaların tətbiqi istənilir. Müxalifətin bir hissəsi bildirir ki, bu sənəd Gürcü arzusunun zərərli siyasətinin nəticəsidir. Hakim komanda isə hesab edir ki, Avropa Parlamentindən uzun müddətdir Gürcüstana qarşı hücumlar edilir və yeni sənədlərlə ekstremist proseslərin təşviqinə cəhd göstərilir. Avropa Komissiyasının genişləmə məsələləri üzrə komissarı Marta Kosun yeni üzvlər üçün veto hüququnun məhdudlaşdırılması ilə bağlı açıqlaması Gürcüstanda müzakirələrə səbəb olub. Gürcü arzusu bunu diskriminasiya kimi qiymətləndirir və namizəd ölkələrin bu məsələyə münasibət bildirməli olduğunu deyir. Müxalifət isə vurğular ki, belə qərar hələ qəbul edilmək və bəzi nümayəndələr mərhələli inteqrasiya modelini Gürcüstan üçün faydalı hesab edirlər. Marta Kos bildirib ki, məqsəd yeni üzv dövlətlərin ittifaqa qoşulduqdan sonra da Avropa qaydalarına sadiq qalacaqlarına əmin olmaqdır. Parlament sədri Şalva Papaşvili isə bu təşəbbüsü Avropa İttifaqı daxilində ayrı seçkiliyə yol aça biləcəyini qeyd edib. Gürcüstanın 3-cü prezidenti Mikhail Saakashvili həbsxanadan yaydığı növbəti məktubunda 20 iyuna planlaşdırılan aksiya ilə bağlı müxalifətin bir hissəsini tənqid edib. O bildirib ki, bəzi siyasətçilər onun siyasi təsirini zəiflətməyə çalışırlar və hakimiyyətin dəyişdirilməsi məqsədindən uzaqlaşıblar. Saakashvili xatırladıb ki, 20 iyun Qavrilov gecəsinin ildönümüdür və həmin gün keçiriləcək aksiyanı dəstəklədiyini bildirib. O vətəndaşlara aksiyaya qoşulmağa çağıraraq vurğulayıb ki, Gürcü xalqı işğala və işğalçı qüvvələrin tərəfdarları ilə heç vaxt barışmayacaq. Böyük yeddilik ölkələrinin liderləri Fransada keçirilən samitdə Rusiyaya təzyiqin artırılması barədə razılığa gəliblər. Qərara əsasən Rusiyanın neft və qaz ixracına qarşı əlavə sanksiyalar tətbiq olunacaq ki, Moskvanın hərbi fəaliyyətlərinin maliyyələşdirilməsi üçün əsas gəlir mənbələri məhdudlaşdırılsın. Razılığın əldə olunmasına ABŞ ilə İran arasında mümkün sülh sazişi ilə bağlı gözləntilər də təsir edib. Bu perspektiv dünya bazarlarında neft və qaz qiymətlərinin aşağı düşməsinə səbəb olub. Belə şəraitdə Rusiya enerji daşıyıcılarına qarşı yeni məhdudiyyətlərin tətbiqi G7 ölkələri üçün daha məqbul hesab olunub. Uşaqların öz hüquqlarını daha yaxşı tanıması məqsədi ilə Uşaq Hüquqları naminə Yaradıcı Səslər adlı yeni layihəyə start verilib. Layihə uşaqlara onların hüquqları barədə məlumatların mədəniyyət, dialoq və incəsənət vasitəsilə çatdırılmasını nəzərdə tutur. Təşəbbüs BMT-nin Uşaq Fondu tərəfindən Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir və tərəfdaşı Tbilisi Beynəlxalq Ədəbiyyat Festivalıdır. Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrində 20-yə yaxın görüş keçiriləcək. Tədbirlər film nümayişlərini, kitab müzakirələrini və yazıçıların, rejissorların, eləcə də uşaq hüquqları üzrə mütəxəssislərin iştirakı ilə təşkil olunan diskussiyaları əhatə edəcək. 20-21 iyunda Batumi şəhərində yay turizm mövsümü yay festivalı ilə rəsmi olaraq açılacaq. Festival Əlifba gülləsinin yaxınlığında keçiriləcək və girişi pulsuz olacaq. Festival ərazisi yay dekorasiyaları ilə bəzədiləcək, yerli və dəvət olunmuş musiqi qrupları çıxış edəcək. Həmçinin 150-yə yaxın sahibkarın əl işləri və məhsullarının təqdim olunacağı sərgi satış təşkil ediləcək. Festival boyunca ondan çox istirahət məkanı, kafe və bar qonaqlara yay menyusu təklif edəcək.